Yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdən biri də nasaz nəqliyyat vasitələrinin istismarıdır. Edilən xəbərdarlıqlara, həyata keçirilən inzibati tənbih tədbirlərinə baxmayaraq, təəssüflə qeyd etməliyəm ki, bugün yenə də nasaz nəqliyyat vasitələrinin istismarına rast gəlinir. Bildiyiniz kimi, bu hal hərəkətin intensiv olduğu yollarda sıxlığın yaranmasına, yolun buraxıcılıq qabiliyyətinin aşağı düşməsinə, eyni zamanda yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Nəqliyyat vasitələrində istehsalçı müəssisə tərəfindən nəzərdə tutulmayan və kustar üsulla quraşdırılan avadanlıqlar, eyni zamanda bayaq qeyd etdiyiniz kimi qeyri-orijinal ehtiyat hissələri müəyyən müddətdən sonra nəqliyyat vasitələrinin də sıradan çıxmasına səbəb olur və nasazlıqlar yaranır. Xüsusilə də qeyri-orijinal təkərlər, sükan idarəetmə mexanizmi, əylət sistemi və onun qəbləri və xarici işıq cihazları nəqliyyat vasitələrinin idarə edilməsində müəyyən çətinliklər yaradır. Hətta əlavə olaraq qeyd edim ki, xarici işıq cihazları bəzi hallarda nəqliyyat vasitələrində yanğınların baş verməsinə də səbəb olur. Odur ki, sürücülərdən nəqliyyat vasitələrində istehsalçı müəssisə tərəfindən nəzərdə tutulan ehtiyat hissələrindən istifadəyə üstünlük vermələrini və ümumilikdə isə nəqliyyat vasitələrinin texniki sazlığını daim diqqət mərkəzində saxlamalarını xahiş edirik.